Hamımızın ağlında o bir dənə fikir var ki, hansı ki bizi gecələr yatmağa qoymur. Fikirləşirik ki, bəlkə bunu eləsəm uğurlu olar, bəlkə bunu eləsəm daha yaxşı həyat yaşaya bilərəm. Ancaq bir problem var ki, səhər oyanan kimi o içimizdəki bir dənə qışqırıq bizə deyir ki, yox, bəlkə təhlükəlidir, bəlkə eləsən uğursuz ola bilərsən. Yəqin ki, bu suallar hamımıza tanış gəlir. Bəs bu qorxular bizi necə idarə eləyir? Əslində qorxmağımız çox normaldır. Çünki beynimiz elə proqramlaşıb ki, bizi sağ saxlasın, xoşbəxt yox. Çünki beynimiz üçün naməlum olan hər şey təhlükəlidir. Məsələn, iş yerindən bezmirsən və yaxud da işləmək istəmirsən, amma beynimiz bizə oradan çıxmağa imkan vermir. Çünki fikirləşir ki, burada ən azından ölmürsən, pul qazanıb yaşamağa davam eləyirsən. Məsələn, yeni bir şəhər, yeni bir iş beynimiz üçün bu qaranlıq meşəyə girmək kimidir. Bizə yeni bir həyata, yeni bir riskləri almağımıza imkan vermir. Gəl dürüst olaq, əgər bir il sən heç nə etməsən, harda olasan, düzdür, yerində qalmış olasan. Amma bir məsələ var ki, risk etməmək səni uğursuzluqdan qoruyur, amma uğurlu olmaq ehtimallarını da əlindən alır. Mən həmişə belə düşünürəm ki, uğursuz olmaqdan qorxma, yerində çürüməkdən qorx. Çünki uğursuz olmaq ən azından bir təcrübədir, yerində saymaqsa itirilmiş bir zamandır. Qorxanda özünüzə 2 sual verin. Bunu etsəm nə olar, etməsəm nə olar? Etsəm onların cavabı çox sadədir. Etsəz maksimum pul itirə bilərsiniz, vaxt itirə bilərsiniz və yaxud da kimsə sizə gülə bilər və bu dünyanın sonu deyil. Bəs etməsəm nə olar? Və ən qorxulusu da elə budur, etməsəz qocaldıqda kaşkilərlə yaşayasınız ki, kaş ki ən azından bunu eləyərdim, bəlkə uğurlu ola bilərdim. Deməli, belə nəticəyə gəlirik ki, risk etmək hər şeyi qumara qoymaq deyil. Risk etmək özünə güvənməkdir. Və sən özünə güvənməsən, kim sənə güvənəcək?